playlistin sonuncu, ki məncə ən önəmli videosuna hazırda baxırsan, imtahan həyəcanı proqramın almaq sənə nə verəcək və niyə ümumiyyətlə bu performans həyəcanı ilə işləmək vacibdir? Məncə bu sual o qədər önəmli sualdır ki, sən tutaq ki, nə bileyim, maşın sürməyi arzulayırsan, ya da xaricdə yaşamağı arzulayırsan, ya da müəyyən qədər qazanmağı arzulayırsan və sənin performans həyəcanın bu arzularını yaşamağının önünə keçir. Çox rahat bir şəkildə maşın sürməyi çox istəyirsən məsələn, amma sürücülük təlimlərinə qoşulduğun zaman maşın sürməyi öyrənmək o qədər çətin olur ki, bəlkə o təlimə qoşulmursan belə. Nəticə olaraq özünü xəyalından ayrı tutursan, performans həyəcanın var deyə. Və yaxud da imtahan vermək çox ağır gəlir, performans həyəcanın var, yəni bunu edə bilmirsən, nəticə olaraq nə olur? IELTS-ı verə bilmirsən və xaricə köçə bilmirsən, çünki xaricə köçə bilmək üçün, nə bilim, məsələn, universitetə daxil olmaq lazım idi. Performans həyəcanın var deyə, o imtahanı verə bilmədiyinə görə xaricədə köçə bilmirsən və yaşaya bilmirsən. Və yaxud da pul qazanmaq olsun. Nə bilim, məsələn, pul qazanmalısan, aya filan qədər pul qazanmaq istəyirsən və bu pulu qazanmağın üçün iş müsahibəsinə keçməlisən və iş müsahibəsində özgüvənli olmalısan və görünməlisən ki, o işi əldə edib o pulu qazana biləsən, amma nə olur? Performans həyəcanın var deyə iş müsahibəsində özünü olduğun kimi təqdim edə bilmirsən, potensialını ortaya qoya bilmirsən və bu səbəbdən xəyalların bir dünyaya aid olur, real dünyada tamam fərqli şeylər mövcud olur. Buna görə performans həyəcanınla işləmək çox, amma çox önəmlidir. Yəni bundan 2 il sonraki sən düşün, performans həyəcanı ilə işləyib artıq xəyallarını yaşayan bir səndimi, yoxsa performans həyəcanı ilə işləməyə alınmayıb, bir yerlərdə ilişib qaldığını hiss edən səndimi? Mən demirəm asan olacaq. Performans həyəcanı ilə işləmək, xüsusən görülmək, bu yarana təmas eləməkdir və bu kifayət qədər çətin və ağır və dərin prosesdir. Amma dəyişən bir prosesdirmi, dəyişikliyi gətirən bir prosesdirmi? Əlbəttə, çətin olmaqla rəğmən. Belə, dayanaq bugün burada. İmtahan həyəcanı və yaxud da performans həyəcanı proqramı barəsində hər hansı sualın varsa, bura WhatsApp nömrəmizi yerləşdirirəm. Mesaj üzərindən əlaqə saxla və sualın bu playlistdəki hər hansı videoda yox idisə, gələn zamanlarda bu suala uyğun da video çəkməyi istəyərəm. Və ən önəmlisi, hər hansı sualın varsa, ümumiyyətlə imtahan həyəcanı proqramını əldə eləmisən və sualın var və yaxud da imtahan həyəcanı proqramını əldə eləmisən və fikir bildirmək istəyirsən, bu saytdan keçid edib rəylər bölməsinə gəl və orada sənin şərhini oxumaq fərqi yoxdur. Yəni bu müsbət və mənfi şərhdən söhbət getmir. Yəni sənin düşüncədən söhbət gedir, sənin yolundan söhbət gedir, sənin hekayəndən söhbət gedir. Bunu oxumaq mənim üçün çox xoşdur və çox qiymətlidir. Bunu mənlə paylaşmağın da mənim üçün çox qiymətlidir. Və ən əsası hər hansı sualın varsa proqram barəsində, əldə eləmək barəsində, köməyə ehtiyac duyursansa, yenidən bu WhatsApp nömrəsini yerləşdirirəm. Bu nömrə ilə mesaj üzərindən əlaqə saxla və biz komanda olaraq sənin üçün buradayıq. Hələlik isə bu qədər. Özünə yaxşı bax, gözəl həyatlar.